siqnal vəziyyətində olduğunu necə anlaya bilərsən? Bəzən narahat edici hallar baş verdikdə bədən siqnal vəziyyətinə keçə bilir. Necə ki, bir yanğın siqnalizasiyasına tüstü gələndə işə düşür, bədən də eyni ilə təhlükə hiss eləyəndə bu cür işə düşür. Və bu zaman bədəndə nəfəs alış-verişi sürətlənir, ürək döyüntüsü artır, bəzən tərləmə baş verir, əzələlər gərginləşə bilir. Bu əlamətlər varsa, deməli bədən əsl siqnal vəziyyətinə keçib. Düşünür ki, bir təhlükə var və buna hazırlaşmalıyam. Lakin necə ki, bəzən kiçik bir tüstü, bəlkə bir siqaretin dumanı siqnalizasiyanı, yanğın siqnalizasiyasını işə sala bilirsə, bədən üçün də eynisi keçərlidir. Bəzən əslində o qədər də təhlükəli olmayan bir hadisə qarşısında siqnal vəziyyətinə keçə bilir. Bu zaman ehtiyacınız olan şey bədəni sakitləşdirərək siqnalı söndürməkdir. Əgər belə bir vəziyyətlə qarşı-qarşıya qalmısınızsa, ilk başda eləyə biləcəyiniz şey nəfəs texnikasından istifadə etməkdir. Nəfəs texnikasını istifadə etdikdə o nəfəs alış-verişi tənzimlənir. Bu zaman bədənə belə bir siqnal ötürülür ki, hal-hazırda heç bir təhlükə yoxdur, sakitləşə bilərəm. Nəfəs texnikasını istifadə eləmək bədəninizi sakitləşdirəcək və əgər bunu istifadə eləməyi bilmirsinizsə, necə bu nəfəs texnikasını eləyim deyə soruşursunuzsa, o halda səhifədə nəfəs texnikası ilə bağlı bir video var. Ora keçid alaraq, oradakı addımları izləyərək nəfəs texnikasından istifadə edib özünüzü sakitləşdirə bilərsiniz.